Səmərəli öyrənmə mühiti üçün Yəni nə olmalı idi? gözlənti yapışdırmalısan. Hə, gözlənti, sonra? Gözləntinin səhvlərsə ən çox dərsinin əvvəlində müəyyənləşdirməlisən də gözləntini. Bəli, sonra? Sonra şagirdlərin hamısını dinləmə imkanı yaratmalısan. Bəli. Sonra şagirdin nəyə ehtiyacı var, ondan xəbərdar olmalısan. Bəli, ehtiyacı var. Sonra şagirdlərə dəstək verməlisən. Sonra nə idi əvvəl? Sonra deyir ki, müqayisə etməmək lazımdır. Yəni bir şagirdin inkişafını digəri ilə inkişafını müqayisə etməmək lazımdır. Yəni şəxsən görürsən, sən zəifsən, sən güclüsən. Sonra deyir ki, məsəl üçün öyrəndiklərini seçim imkanı verməlisən ki, şagird öyrəndiyini tapşırıqla, testlə, inşayla, nə bilim, slideshow şəklindəmi, yəni göstərə bilsin. Onların etdiyi səhvlərə düzgün yol göstərmək lazımdır, düzgün münasibət göstərmək lazımdır. Sonra şagirdlərə gözləmə, düşünmə vaxtları verilməli, əgər bir sual verilibsə. Düzgün münasibət deyəndə nə nəzərdə tutulur? Səhvlərə düzgün münasibət. Belə deyək də, elə bil ki, onların öz başa düşdüyüm kimi deyim də, məsələn, onların hər hansı bir səhvi olarsa, tutaq ki, ona səhvdir deyə müraciət etməməliyik də, məsələn, onu dolayısıyla yollarla düzgün yola gətirməliyik. Mən belə başa düşdüm oxudularımla, indi tam bəlkə də anlamamışam, bilmirəm. Yəni, şagird səhv etməkdən qorxmalı deyil. Mən onu həmişə uşaqlara deyirəm ki, uşaqlar istəyir 10 dənə səhv çıxsın, istəyir 15 dənə. Ondan qorxmayın. Siz səhvin üzərində öyrənirsinizsə, başa düşürsünüzsə, yəni növbət dəfə o səhvi artıq eləmirsən, və yaxud da eləsən yenə də olar. Yəni insan səhv eləyə öyrənir. Bir səhv eləməsə öyrənə bilməli. Bəli. Təbii bir şeydir. Şagird anlamalıdır ki, bu təbii bir şey. Yəni səhvlər hər bir kəs edə bilər. Sadəcə o səhvlərdə durub çalışmaq lazımdır ki, yəni o növbəti dəfələrdə o səhv olmasın. Bu tip başa düşdüm mən. Hə, yəni öyrənmə nə zaman baş verir deməli? Öyrənmə prosesi o zaman baş verir ki, belə deyək də, təcrübədən keçirərək, səhvlər edilərək və bu səhvlərin üzərində yenidən işlənilərək bu formada artıq öyrənmə prosesi o zaman başlayır. Yəni uşaqlar səhvlərə öyrənmə fürsəti kimi baxmalıdırlar. Hə, belə. Yəni müəllim onu hətta müəllim lövhədə mexaniki bir səhv etsə belə ona necə münasibət bildirməlidir ki, uşaqlar müəllim birinci özü rol model olmalıdır. Özü səhvlərinə belə əsəbləşməməlidir. Hə. Bəzən gülməlidir, gülümsəməlidir ki, bax belə bir səhv elədim filan. Yəni uşaqlar bilməlidirlər ki, yəni səhv eləmək qorxunc bir şey deyil və dünyanın axırı deyil. İmtahana gedəndə niyə görə həyəcanlanırıq? Çünki əvvəldən bax belə səhvə qarşı bizdə qorxu formalaşıb da, ona görə. O qorxudan dolayı imtahana da gedəndə öz emosiyalarımızı idarə edə bilmirik. Nəticə etibarilə bildiklərimizi göstərə bilmirik. Təəssüf. Mən öz sinifimdə açıq kurikulum oxuyurdum. Məhəmməd adında şagird var. Belə deyir, müəllimə dərs keçmir, yaxı heç bir kitab dəftər gətirmir. Mən də açıq kitab oxuyuram. Siz niyə dərs oxuyursunuz? Deyirəm ki, imtahana hazırlaşım. Deyir, müəllimlər dərs oxuyur ki, əgər oxuyurdunuzsa deyir, niyə? Yox. Oxuyurdunuzsa niyə müəllim işləyirsiniz? Ki, belə qəribə bir sual verim ki, xeyr. Müəllim əgər hansı sahəndən asılı olmayaraq, insan daim oxumalıdır, özü özlərində inkişaf etdirməlidir. 5 saat danışıb başa salam, yenə işə başa düşməlidir. Hə, yəni onlar müəllimlər bilirsiniz mükəmməlləşdiriblər də. Yəni uşaqda o düzgün bir şey deyil əslində. Yəni o valideynlə irəli gəlir ki, müəllim oxudusa deməli hər şeyi bilməlidir. Xeyr. Nə bilim belə bir fikir formalaşdırırlar. Əslində yəni müəllim fasiləsiz təhsil alandır da. Yəni biliklər zaman etibarilə görürsüz ki, nələrsə yenilənir, dəyişilir. Yəni siz hal-hazırda bu uşağa məsələn onu o tərzdə məsələn ifadə edə bilmərsiniz. Hələ ki başa düşməyən uşağa. Yəni var. Əksəriyyətin başa çatmır. Oradan Oğuz adına şagird var. Belə müəllim dəfələrlə belə mənə pul verin. Ola bilməz müəllimdə pul olmasın. Sizdə olan pul heç kimdir. Yəni özlərinin aparma qabiliyyətləri yoxdur onların. Aşağıdan da belə gəlib formalaşırlar. Artıq onları düzəltmək olmur. Müəllimə, o istisnalar artıq ailə ilə bağlı olan bir şeydir. Yəni ümumi biz deyə bilmərik də. Yəni hər yerdə var o. Yaxşı müəllimlər. Deyin görüm, sinif otağında öyrətmə və öyrənmə funksiyası ilə bağlı nə deyə bilərsiniz? Məsələn, belə qeyd edək ki, biz bilirik ki, öyrədən tərəf, məsələn, müəllimin metodikasından da çox şey asılı olduğu kimi, öyrənmə də belə qeyd edək ki, öyrənməni amma dəstəkləyən bir amillər var da, belə deyək. Və öyrənmə təkcə sinif otağında deyil, hər yerdə mümkündür. Amma təlim-tədris prosesinə görə öyrənmə hal-hazırda harda keçirilir? Məktəbdə, sinif otağında keçirilir. İndi gəlin baxaq görək sinif otağı necə olmalıdır ki, uşaqlar sinifə tədris prosesinə rahat cəlb olunsunlar, sual-cavabda rahat iştirak eləsinlər və bu onların düşünməsinə müsbət təsir göstərsin. Hansı amillər olmalıdır? Məsələn, bax deyin ki, temperatur və havalanma. Könül müəllimə, siz deyin bunu. Temperatur, havalanma, yəni sinifin otağının havasını tez-tez dəyişilməlidir. Temperaturu, məsələn, qışda indi istilik dəyişdirlər, isti olmalıdır, yayda yəqin ki, sərin olmalıdır, havası təmiz olmalıdır, işıqlı olmalıdır, higiyenik baxımdan təmiz olmalıdır. Bax, məsələn, tutalım ki, bax, məsələn, lap deyək kənd məktəbidir. Kənd məktəbi olmasın, lap şəhər məktəbidir. Qışdır, hava soyuqdur. Uşaqlar, məsələn, deyək ki, gödəkçə ilə oturublar, məsələn, sinifdə. Burada necə səmərəli öyrənmə baş verə bilər ki?
elə bir fikri üşüyür, bədən ona odaqlanır ki, bədənim əsir, üşüyürəm, əllərim donur, yaza bilmirəm. Və yaxud da əynində çox gödəkcə ilə hərəkət eləyə bilmir, yaza bilmir. Onlar da onun öyrənməsinə maneçilik törədir. Sonra Sevinç müəllimə, buyurun siz nə deyirdiniz? Məsələn, mən işıqlandırma haqqında onu demək istəyirəm. Aha. Birinci onu çünki göstərdim. Məsələn, işıqlandırma ən birinci növbədə düzgün seçilməlidir ki, çünki müasir dövrümüzdə belə deyim də, texnika dövr olduğuna görə zaten göz zəifliyi demək olar ki, 90% uşaqlarda var da. İşıqlandırma düzgün seçməlidir ki, yəni orada məsəl üçün bu işıqlandırma əgər zəif olarsa və yaxud da bu bəzən olur da işığın bucaqları olur ki, məsələn işığın kölgəsi düşməsin deyə onu elə düzgün seçmək lazımdır ki, məsələn bu ümumi yorğunluq yaratmasın, göz yorğunluğu yaratmasın. Yəni bu cür şeylərə də diqqət etdirmək lazımdır. Çünki bunun da bioloji təsirləri çoxdur. Deməli sinifdə ən çox, yəni belə deyək ki, süni işıqdan çox günəş işığı düşməlidir. Günəş işığı düşməlidir. Yəni bu da ki, təbii bir işıqdır da, belə deyək. O uşağın gözünə məsələn mənfi təsir göstərməyəcək. Məsələn, olur ki, bax məsələn elə məktəblər var ki, o lap köhnə məktəblərdə elə tikilib ki, elə otaqlar olur ki, ora yaxşı günəş işığı düşmür. Məsələn, otaq da yay olsa çox sərin olur da, belə deyək. Yayda bir dənə müsbət cəhəti var ki, sərin olur da, günəş işığı düşmədiyinə görə. Yəni elə işıqlar olur ki, bəzən titrəyişli işıqlar olur, titrəyir. Fikir vermisiniz, o böyük işıqlar olur, tamam. 6 beşində məsələn işıq yoxdur, sərindir, buz kimidir. İşıqlar qorxunç onlardakı kimi yanır, sönür, yanır, sönür. Bütün adam əsəblərini yerindən oyadır. Hə, diqqət yayındırır. Fikirləri dağıdır. Fikir dağıdır. Çünki bilirsiniz necə, işıq sönür, yanır, istər-istəməz, yəni bilirsiniz, uşağın gözü öyrəşir işığa, sonra işıq söndü, hə? Avtomatik bilirsiniz, o göz işıqsızlığa da öyrənməlidir axı. Biz orqanizmimiz, yəni elə bir mexanizmadır ki, onlar ani olan dəyişikliklərə avtomatik, yəni uyğunlaşmalıdırlar. O da müəyyən vaxt alır da. Təbii ki, dərsində 45 dəqiqə bir vaxtı var. Yaxşı. Sonra rəng baxımından deyin. Nə deyə bilərsiniz rəng baxımından? Bir də rəngin də məsəl üçün xüsusi rolu ondadır ki, məsələn elə rənglər var ki, insanın əxlaq-ruhiyyəsinə yaxşı təsir eləyir. Məsələn elə boğucu rənglər var ki, insan məsəl üçün hər insanda olmasa da əksər insanlarda olur ki, boğucu rənglər otağa girəndə istər-istəməz insanın belə biraz pessimistliyə doğru gedir də, amma işıqlar canlı seçiləndə uşağın da elə bir ki, həvəsi daha çox artır, ruhlandırıcı olur da bir növ. İndi Sevinç müəllimə, siz uşaqlarınızı göndərirsiniz də bağçaya. Məsələn, bağçaya daxil olanda hansı rənglərdən istifadə olunur ən çox uşaqları həvəsləndirən? Açıq rənglərdir. Məsəl üçün bir də ki, otaqdan da çox şey asılıdır. Elə məsəl üçün sinif otaqlarını nəzərə salsaq, məsələn əgər fənnin də gələk hərəsinin özünə xüsusi bir otağı olmaq, məsələn biologiya dərsi isə onunla bağlı şəkillər də yapışdırıla bilər. Bu tip şeylər ola bilər, hansı ki uşaqların marağını çəksin. Riyaziyyat isə hansısa bir məsəl üçün vurma cədvəli olsun. Bu tip şeylərə yəni önəm vermək lazımdır ki, uşağı elə bir ki, bir növ təsirlər tetikləsin də bu şeylər. Bəli. Məsələn, adətən kiçik uşaqların meyl elədiyi rənglər hansıları olur? Məsələn, tutalım ki, uşaqlar bəzən balaca uşaqlar dil açmaq üçün müəyyən oyuncaqlar var ki, onlarda daha çox hansı rənglərə üstünlük verilir ki, uşaqların diqqətini çəksin? Uşaqların mavidir, oynaq rənglər daha çox olur da. Onlar naxışlı rənglər, oynaq rənglərə daha çox meyil göstərirlər. Amma yeniyetmələrdə biraz daha belə deyək də yumşaq rənglər, boz ola bilər, ağ ola bilər. Yeniyetmələr çünki daha çox belə işıqlılığı çox da qəbul etmir. Amma kiçiklər üçün məsələn çəhrayı olsun, açıq mavi olsun, açıq yaşlı rəng olsun. Bu rəng zaman vaxtı hamı qəşəng ayırman geyirsən, yaşlaşanda deyirsən ki, yox, qırmızı geyinmərəm. Mən onunla müqayisə elədim. Qara yaylı xalqlar, bu paltar geyinirlər, yaşlı nənələrimiz, analarımız. Bu da onunla bağlı bir şeydir, nə oxşayır. Yəni o bilirsiniz nəyə görədir? Yaşlandı. Məsələn, mən də nənəm adi corabda, yəni bir qırmızı zolağı belə sevmirdi ki, yox mən deyir qocayam, yəni onu, yəni onların artıq öz dövrləri var idi. O köhnələr idi. Artıq onlar yenilənir. Onda tərbiyə mərifət hörmət yolunda qalmışdı. İndişən olsa geyinir, amma görürsünüz o vaxtda bizim yaşlılarımız rəngələ üstünlük verirlər ki, belə seyrirlər ki, yəni mənim yaşım deyil də qırmızı rəngdə paltar geyinmək, üstü güllü paltar geyinmək. Bir tərəfdən indi düzdür daha düşüncəlilikdir. Amma bir tərəfdən də elə hər şey elə mənim ürəyim nə istəyir, 5 günlük dünyada mən bunu eləyim, onu eləyim, axırda deyə gəlir belə olur. Düzdür, bəzi mənfi şeylər var, amma keçmişdə də bəzən elə olurmuş ki, insan biri dünyasını dəyişəndə illərlə ona yas saxlayırlarmış. Bu da müsbət bir şey deyilmiş. İndi insanlar özlərinin fərqinə varıblar, ona görə müəllimə belədir. O yanlışda birdən-birə baş verib. O səbəbdən yəni belə şeylər olur. Hə, bəs bu açıq rənglər deyirik, müəllimlər. Bu bəs açıq rənglər məsələn uşaqlar hansı ki 7-9-cu sinif şagirdlərində deyirlər ki, bu rənglərə üstünlük verirlər. Bu rənglər adətən uşaqlarda dərs gətirəm İslam. Ana, ata planşetə baxın, mən niyə baxmayım ki? Ana, baxmayım ki. Hə, atıya deyin. Ana, yox. Siz deyin görək, hə mən orada qalmışdım ki, bəs açıq rənglərdən istifadə. Məsələn 7-9-cu sinif şagirdləri dedi ki, açıq rənglərə daha çox üstünlük verirlər. Bəs nəyə görə sizcə bu rənglərə daha çox üstünlük verirlər? Araşdırma göstərdi ki, onda uşaqlar daha çox az səhvə yol verirlər.
və o rənglər olduğu mühitdə uşaqlar diqqətlərini rahat şəkildə cəmləyə bilirlər. Sən demə, o belə rəngli mühitdə yuxarı sinif şagirdlərinin beynində bir qarışıqlıq yaranır. Nəticədə onlar diqqətlərini verə bilmirlər, konsentrasiyasını verə bilmirlər. Amma yəni açıq rənglər olduğu mühitdə isə onlar diqqətlərini verə bilirlər. Qızım dayandı. Hə. Sonra fiziki təhlükəsizlik. Siniflərə təhlükəsiz əşyalar, kəsici alətlər olsun və yaxud da ta ki, elektrik cərəyanları varsa, onların üzərisi qapalı olmalıdır, açıq olmamalıdır, yandırıcı əşyalar olmamalıdır. Yəni, maksimum şəkildə fiziki təhlükəsizlik qorunmalıdır da uşaqların təhlükəsizliyinə görə. Aha. Bu form. Hə. Sonra mebellərdən istifadə necə olmalıdır? Ümumiyyətlə, düzülüş necə olmalıdır? Nələr nəzərə alınmalıdır? Məsələn, əşyalar o şəkildə qurulmalıdır ki, müəllimə hər dəfə eyni cür standart şəkildə qurulmamalıdır. Yəni standart şəkildə qurulanda istəsəmiz müasir dövrümüzdə də uşaqlar artıq hər şeydən tez bezdiklərinə görə, tez yorulduqlarına görə standartlıqdan biraz çıxmaq lazımdır. Dərsin məqsədindən və yaxud da tapşırığın tipindən də ola bilər, hətta bu iş formaları ki var, onlardan asılı olaraq biz o partaların düzülüşünü belə dəyişdirə bilərik. Məsələn, bu ənənəvi sıra, məsəl üçün hansı ki, keçmişdə də biz elə otururduq, o sıra düzülüşü var, dairəvi düzülüş var, sonra U şəklində düzülüş var, buna yarım dairə də deyilir və yaxud da ki, qrup şəklində, məsəl üçün o baxır sinifdə şagirdlərin sayından asılı olaraq 5-5, 4-4, yəni baxır uşaqlardan asılı olaraq da saydan asılı olaraq bu cür düzülüşlər etməliyik. Aha, deməli bunun üçün də təbii ki, sinifin ölçüsü də buna icazə verməlidir. Məsələn, mən işlədiyim məktəbdə məsələn elə siniflər var ki, məsələn müəllim bunu edə bilmir. İstəsə də edə bilməz, çünki sinifin quruluşu elədir ki, yəni partaları istənilən kimi düzmək olmaz. Deməli ona görə də sinifin quruluşu da buna icazə verməlidir. Adətən deyirlər ki, bax belə bir şey deyirlər. Bəzən deyir, uşaqların sinifdə rahat hərəkət etməsindən ötəri, belə deyək ki, məsələn məsləhət bilirlər də. Adətən partalar necə hazırlansa daha çox, məsələn belə qeyd eləyək ki, uşaqlar səmərəli şəkildə çalışa bilərlər. İndi məsələn elə partalar var ki, müəllimə qoşa stolludur. O stolu ayırmaq olmur da. Stol bütövdür. Oturacaq stolu. Tək stollu partalar olur. Müəllimə beş-beşlik balaca özlərinə olsa daha yaxşı olar. Bəli, hər uşağın özünə uyğun olsa yaxşı olar. Bəs bu səs-küy yaradır, qırılır hər dəfə onları məsələn qrup şəklində işlətmək üçün adi düzülüşdə cütlərlə olanda oturub yan-yana işləyə bilirlər. Amma qrup şəklində olanda məsələn mənim özümdə olub, 4 nəfər bir yerdə elə bir şey eləyə bilmir. Gərək partalar çevrilər, stollar düzülər. Bu həm vaxt aparır, həm səs-küyə səbəb olur, partalar qırılır. Yəni eləmək olur. Amma tək-tək balaca istehsal edib onu buraxsalar, onu bir dəqiqədə çevirmək olar. O daha asan olar. Həm dairəvi şəklə gətirə bilərsən, həm qrupların işləməsi üçün rahat məsələn onu düzəldə bilərsən. Vaxt tapmaq olmur, çünki 45 dəqiqə həqiqətən də uzun bir vaxt deyil. Bax, məsəl üçün, indi müəllimlər, bu ənənəvi sıra düzülüşünü deyək də, hansı iş formaları üçün əhəmiyyətlidir? Qızım, eləmə. Bu zaman fərdi və cütlərlə iş daha çox əlverişli olacaq. Müəllimə müzakirə texnikasından istifadə eləmək. Yox, bu hansında olacaq? O dəqiqə məsələsində məsələn şey. Bir-bir əvvəl şey. Sonra Əlverişli olmaz ki, istərseniz qruplarla işə əlverişli olmazdır. Çünki məsələn ənənəvi quruluşda elədir ki, arxa cərgədə oturanlar artıq bu dərsi yaxşı eşitməyə bilərlər, aktiv şəkildə dərsə cəlb olmaya bilərlər. Ona görə ənənəvi dərs üçün, belə ənənəvi düzülüş üçün qruplarla iş o qədər əlverişli deyil. yaxşı. Ənənəvi düzülüş tərəfindən sizlərlə yaxşıdır. Tək bir də şagird işlə yan-yana tapşırığı həll edir. Başqa Həm fərdi, həm də cütlərlə işi dəstəkləyir. Dediyiniz kimi, yəni arxa sıra bəzən prosesdən kənarda qala bilər. Və dairəvi dəyirmə masa deyirlər. Dəyirmə iş forması cəlb oluna bilər də, bu asandır. Yəni burada belə olanda güclü zəif anlayışı qalmır da şagirdlər arasında. Çünki bütün qrupa aid edilə bilir deyə daha rahat olur. Yəni daha ən effektiv yollardan da bu dəyirmə masa düzülüşü. Çünki istəsəniz qarşılıqlı ünsiyyət olacaq, hər kəs bir-biri ilə göz kontaktı qura biləcək. Ona görə də güclü zəif şagird anlayışı arada qalmayacaq. Neysə, başlayaq. Dedik ki, dəyirmə masa. Dəyirmə masa daha çox hansı iş üsullarının həyata keçirilməsində belə əlverişlidir? Bayaq danışdım, yəni burada danışdım onu. Bəli, buyurun. Səs gəldi, fikrim yayındı. Buyurun. Dəyirmə masa düzülüşü, belə deyək də, sinifdə bütün sinif iş formasına daha çox yatkındır. Çünki burada, belə deyək də, düzülüş elə bir imkan yaradır ki, bizə güclü, zəif şagird anlayışı arada qalmır. Yəni, bu anlayış aradan qaldırılır. Çünki çox effektiv olur. Bütün şagirdlər bir-birindən ünsiyyətə girə bilir, hamısı bir-biri ilə göz kontaktı qura bildiyinə görə, çünki dəyirmə şəkildə oturduqlarına görə hər kəs bir-birini yəni, göz kontaktı təmin edə bilir. Bu da ona görə dərsə cəlb olunma cəhətdən daha effektiv üsul sayılır. Yaxşı. Bəs deyirlər ki, yəni bu müəyyən hansı ki, bu parta düzülüşlərinə birində uşaqlar
uşaqlarda daha çox yumşaq bacarıqlar inkişaf edir. Yumşaq bacarıq deyəndə dinləmə mədəniyyəti, bir-birini sona qədər dinləməkdir, sonra dinləyəndən sonra fikir mübadiləsi aparmaqdır və s. Bu parta düzülüşlərindən hansında uşaqlarda yumşaq bacarıqlar inkişaf edir? Ay, onu mən bilirdim. Dəstəkləyici mühit. Çünki burada həm müəllimə də rahat bu şəkildə olmalı disiplinləsə, düzdürmü? Diqqətli olaq müəllimə, Yoxsa diqqətli olaq. bu şəklində deyildi. Bu şəklində müəllim məsələn rahat təqdimat apara bilir və Yox, qrup şəklində düzülüş edir siz dediyiniz yumşaq bacarıqlar. Qrup şəklində. Çünki artıq qrup olurlar deyə hər kəs istəyir ki, öz qrupu daha yaxşı cavab versin. Ona görə başlayırlar artıq həm bir-birini dinləyəcəklər, həm istər-istəməz bir-birlərinə bu uşaqda 5 vaxtda bir-birinə məcburdular ki, onlar fikir mübadiləsi aparsınlar. Ona görə qrup şəklində düzülüb siz dediyiniz yumşaq bacarıqlar yəni inkişaflar oluyor. Hə. Bəs bu dəyirmə masada müəllim rahat şəkildə təqdimat eləyir sizcə? Məncə yox. Çünki yarı uşaqların arxası müəllimə düşür. Aha. Bəli. Bu şəkildə üçün yaxşıdır. Məsələn, müəllimin təqdimatı. Çünki rahatlıqla müəllim məsələn o qrupların belə deyək də düzülüşdə olan, cərgədə olan uşaqların arasına da girə bilər ki, məsələn yaxınlaşa da bilər rahatlıqla. Həm də ki hər bir şagirdin bütün fikri müəllimin üzərində ola biləcəkdir. Hər kəs görəcək. Ona görə bu cəhətdən bu şəkildə düzülüş müəllimə daha effektiv yol açır. Aha, doğrudur. Yəni rahat şəkildə təqdimat aparmaq belə. Bəli. Sonra gəldik pozitiv intizam və bərpa edici yanaşma. Pozitiv intizam nə deməkdir? Yəni burada adətən cümlələr necə qurulur, uşağa necə münasibət? Yəni adətən deyilir ki, burada intizam sözü cəza sözü ilə qarışdırılmamalıdır. Yəni cəza başqa şeydir, intizam başqa şeydir. O intizam deyəndə bizim ağlımıza qorxu, bildiyimiz təzyiq gəlməməlidir. Məsələn, motivasiya gəlməlidir, anlama gəlməlidir. Yəni bu əsas bu motivasiya, anlama bir də əlaqə. Bu üçü üzərində qurulan da bir prosesdir pozitiv intizam. Yəni pozitiv intizam dedik ki, yəni belə bir sinifdə adətən nələr olur? Yəni nələr nəzərə alınmalıdır? Məsələn, uşağın müəllimə cavab verir, bəlkə kimsə cavab vermək istəyir bəzən. Cavab verin. Tamam. Məsələn, uşağın məqsədlərini anlamağa çalışırıq. Sonra belə deyək də hörmətə əsaslanmalıdır. Burada bütün münasibət hörmətə əsaslanmalıdır. Sonra uşağın nəticələrini belə deyək də biz elə belə bir təşviq etməliyik ki, uşaq öz nəticəsini anlasın, ona məsuliyyətlə yanaşmağı öyrənsin. Yəni bu güc vasitəsilə deyil də, qarşılıqlı razılaşma yolu ilə bu formalaşmalıdır bunların hamısı. Yəni davranış qaydalarını biz hamısını onların qarşılıqlı razılaşması, könüllü surətdə olmalıdır bu proseslər. Bəli. Bu fikir Roskrin'in əməkdaşlıq və proaktiv həllər üsulunu belə deyək ki, nəzəriyyəsini xatırlatdı. Orada da deyirdi ki, biz birinci uşaqlara empatiya göstərib onların perspektivlərini başa düşməliyik. Başa düşməliyik və burada uşağın nə iradəsini, nə gücünü deyil, sadəcə olaraq bacarığını bilməliyik ki, uşağın bacarığı hazırda hansı səviyyədədir. Yəni biz uşağın ehtiyaclarını başa düşməliyik. Məqsədini bilməliyik, bir də onun hal-hazırki bacarığını başa düşməliyik ki, nədir, hansı səviyyədədir də, yəni öz məqsədinə çatmaqdan ötəri uşağın bacarığı hansı səviyyədədir. Sonra uşağın qarşısında duran problem müəyyən olunmalıdır və ən sonda isə o problemlə bağlı uşaq inkişaf elətdirməlidir və həllər müəyyən olunmalıdır. Bu həllər də yenə də qarşılıqlı razılaşma yolu ilə əldə olunmalıdır. Çünki uşaq özü də bunu bilməlidir. Hə. Buyurun. Kimin adını çəkdiniz? Roskri, əməkdaşlıq və proaktiv həllər. İzahı var, yerləşdirmişəm YouTube-a. Qısa-qısa nəzəriyyələrdir. Bunlar yeni əlavə olunmuş nəzəriyyələrdir. İndi sizin imtahan verdiyiniz vaxtda, yəni Piaget olub, məsələn Gardner olub, sonra Vygotsky olub. Yəni siz 20-də, 21-də yəni ki, imtahan vermisiniz də. 21-də verməmisiniz imtahan? Mən 19-da vermişəm. Hə. Yəni o vaxtlar 19-da vermisinizsə orada təkcə Gardner olub, digərləri olmayıb. Piaget zad 2020-dən sonra zad belə daxil olub proqrama. Bu Roskri zad da son 2 ildə təxminən, yəni əlavə olunub proqrama. Yəni bu da davranışla bağlı nəzəriyyələrdir. Uşağın davranışı ilə bağlı olan nəzəriyyələrdir. Yəni öz fikirlər, behaviorizm var idi sonra. Behaviorizm qalır. Elə əvvəldən var, indi o hələ də qalır. O da davranışla bağlı olan nəzəriyyədir. Hə. Deyir ki, hətta orada pozitiv intizamla bağlı bir nümunə də çəkib. İbtidai sinifdə oxuyan Rasimlə bağlı bir nümunə çəkib. Hə. Orada nə deyirdi? Rasim dərsdə tez yerindən dururdu. Məsələn, yoldaşlarının sözünü kəsirdi. Bu zaman tapşırıqlar da təbii ki, yarımçıq qalırdı da. Yəni dərsin gedişatına bir növ mane olurdu da. Müəllim də onu cəzalandırdı. Onun əvəzinə ondan sakit mühitdə söhbət eləməyi seçirdi. Sonra? Və kimə soruşurdu ki, sən bu dərsdə bu şeyləri ki eləyirsən də, deyirsəncə bir düşün gör bu sinifdə o zaman sən bunları elədiyin vaxt sinifdə nə baş verir? O da görür ki, Rasim də anlayır ki,
diqqət yayılması olur da. Bəs bu zamanda sən görürsən də, yəni şagirdlərin diqqəti yayınır, yoldaşların diqqəti yayınır. Özünü necə hiss edirsən bu prosesdə? Ondan sonrası artıq yadından çıxır. Burası da deməli elə baxın, elə Roskreinin əməkdaşlıq və proaktiv həllər. Müəllim burada uşaqla əgər təkbətək danışmağa qərar verirsə, deməli burada empatiya göstərir, uşağın ehtiyaclarını, uşağın əsas düşüncəsini bilmək istəyir. Bax məsələn, hal-hazırda 5-ci sinifdə bir şagird var. Deməli uşağın anası gedib Bakıda işləməyə, uşaq qalıb babasının əmsinin yanında və ümumiyyətlə belə bildiyimə görə ki, yəni onlar da heç doğru düzgün adam deyillər. Nəticə etibarilə uşağın atası da evlənib, başqa ailəsi var və uşaq sevgisiz vəziyyətdə qalıb ortada. Siz təsəvvür edin ki, yəni il başlayandan müəllimlər yəni bu uşaqla mübarizə aparırlar. Mən də daxil olmaqla. Çünki əvvəllər çox yorurdu həqiqətən də. Çünki başqa nadinc uşaq da vardı sinifə. Sonra o bir uşağı atdılar o bir sinifə ki, biraz sakitçilik olsun. Doğrudan da elə oldu, biraz sakitçilik oldu. Və bu günləri bütün günü uşaq oturdum təmkinlə sinifdə. Oturdum və uşaq başladı, summativ işləyirlər digərləri və başladı gündəliyin stolun üstünə davamlı şəkildə çırpmağa. Da var gücü ilə çırpdı. Dedim İsmail, ən möhkəm necə çırpa bilirsən? Onu da çırp. Başladı çırpmağa, stolun üstünə. Sonra dedi ki, müəllim mən də yazdım summativ. Yəni gördü ki, mən fikir vermədim ona. Nə də sinif yoldaşları fikir vermədi. Və summativi götürdü, yazdı. Yazandan sonra dedim ki, İsmail, məsələn, sən nə ən çox əsəbləşdirir və səni narahat edən problem nədir? Deyir ki, mən hələ danışmaq istəmirəm. Belə bir şey dedi, danışmaq istəmirəm. Dedim, eybi yox. Nə vaxt danışmaq istəsən, onda gələrsən, məndən bir yerdə söhbət edərik. Yəni bunu bilirsiniz necə? Uşaq sevgisiz ortada qalıb da. Onunla heç kəs maraqlanmır və istəyir ki, deyirsən, müəllimlərə hətta tək mənə yox da, yəni bir çox müəllimlərə bu şəkildə xitab edir ki, mən səni sevmirəm, mənim səndən xoşum gəlmir, mən səni sayıram. Bəli. Diqqət qazandırmaq qarşı. O əslində diqqət çəkmək üçün deyir onu. Görmür o. Bəli. Yəni bu da Rudolf Dreykursun sosial intizam nəzəriyyəsidir müəllimə. Bax diqqət çəkmək istəyir uşaq ki, müəllimlər ondan maraqlansın. Əslində mən diqqət alıram ona maraqlan. Bəli. Ərkalanla keçmisiniz bu nəzəriyyələri, yoxsa? Hə, keçmişik biz bunları. Yəni mən onu indi göndərəcəm sizə, yönəldəcəm sizə onun videoların izahını və eyni zamanda dərsi də öyrənərsiniz, yaxşı? Öyrənərsiniz, əlavə vaxt yox. İndi bundan sonra 5-ci gündə mən dərs keçəcəm sizə. Yəni dərs izah eləyəcəm. 6-cı gündə dərs alacağam. Çünki keçən həftələrin birində mən dərsin birini keçməmişdim. Onu eyni zamanda əvəz eləyəcəm. Və çalışacağam belə keçək, həm də təkrara da qayıdaq da rahat olacaq. Düzdür, yeni nəzəriyyədir. Müəllimləri də mən düşünürəm ki, biraz çətin gəldi, amma maraqlı gəlir. O şey nəzərdə tutur, o elə bir tutaq ki, iki şagird arasında bir dava düşür, belə deyək də. Müəllim orada ona demir ki, kim bu davanı saldı, sən niyə buna belə dedin, sən niyə ona elə dedin. Yəni elə eləməlisən ki, şagird elədiyi səhvi özü dərk eləməlidir. Harda oxudum, mən birinə zərər verir, o qız mı, oğlan mı qayıdıb deyir ki, mən pis oldum olmaya qarşı bu münasibətindən və bu hərəkəti eləyən o birisi şagird sanki öz səhvini dərk edir və üzr istəyir. Deyir ki, bir də belə bir şey təkrarlanmayacaq. O mövzudur bu. Bu mövzudur yanaşmanın ona danışırsınız. Bərpa edici yanaşmadır. Hə, deməli biraz siz həmin mövzudasınız, düz deyirsiniz. Hə, pozitiv intizamın tətbiqi. Onu hələ ki nəzəriyyələrlə biraz uyğunlaşdırmaya, yəni bu mövzu ilə bağlıdır. Deməli, burada nə dedi? Dedi ki, Rasimdən soruşdu müəllim, başa düşdü ki, nəticə etibarilə nəyə başa düşdü? Deməli, Rasim nə zaman ayağa durur? Belə müəllim başa düşür və başa düşür ki, müəllim problemi müəyyən edir ki, Roskreinin nəzəriyyəsinə görə problemi müəyyən edir ki, sən demə bu hamıdan tez tapşırığı yerinə yetirir və o zaman bu darıxırmış və buna görə belə eləyirmiş. Daha sonra müəllim nə edir ondan? Deyir ki, bəs onda sən hamıdan tez tapşırığı yerinə yetirsən, gəl mənə kömək elə. Deməli, müəllim onun köməkçisi təyin edir sinifdə. Əlavə fəaliyyət verir ki, başı qarışsın da, enerjisi dağılsın. Hə, elə əlavə fəaliyyət verəndən sonra uşağın diqqəti işə yönəlir. Yəni uşaq əlavə heç bir hərəkət etmir, xoşa gəlməyən davranış sərgiləmir. Yəni müəllimlə, amma belə bir şey var ki, şagird də buna razı olmalıdır. Yəni qarşılıqlı razılaşma budur. Yəni şagirdi müəllim təsdiq eləməlidir ki, mən deyirəm sən bunu eləməlisən. Yox. Şagirdin də seçimi olmalıdır bu. Yəni şagird də bunu sevərək etməlidir və yenə də sevməyərək bir şey etsə, yenə də davranış pozuntusu olacaq. Və burada Buyurun. Buyurun müəllimə, könül. Hatta bunu istəyənlə durub otursaq orada. Gəh bunu bəyənəcək, gəh onu bəyənməyəcək. Salamat işlərdə məsələn durub oturmaq. Ay müəllimə. Yox, əslində. Hə, buyurun Sevinç müəllimə. Yəni o demək istəyirəm ki, yəni sizin dediyinizə qüvvətdə, yəni zaten şagird ondan razılaşmasa, şagirdin fikirləri müəllimin fikrinə üstləşməsə, zaten şagirddə yenə də qıcıq yaranacaq, o istədiyi kimi yenə də o dərsi istədiyi qaydada da pozacaq başqa tür şəkildə. Ona görə də həqiqətən müəllim elə bir sosial
o uşaq müəllimlə yəni razılaşa bilsin də. Yəni müəllim biraz daha diqqətli olmalıdır bu prosesdə elə bilirəm. Bəli, bəli. Düzdür, müəllimin üstə problemlər yükləyir. Gərək ailələr də, yəni normal səviyyədə olmalıdır və təhsili bilməlidirlər. Bax, məsələn, bugünkü gündə deyirlər ki, müəllim uşağa söz deyə bilməz, əl qaldıra bilməz. Hələ söz deyə bilməz, 200 manat, 250 manat cəriməsi var da. Amma bu müəllim məsələn deyək ki, dəlidir, əstəğfurullah ki, yəni uşağa nəsə desin və yaxud da ki, müəllimin də əsəbinin bir həddi var. Müəllimin problemi təkcə o uşaqları məsələn belə deyək də, dərs keçmək deyil. Yəni müəllimin də başqa problemləri var. Məsələn, həmin anda əsəbi yerində olmaya bilər. Nə qədər təmkinli aparsa belə özü, amma yenə də bəzən görürsüz ki, insanın səbri daşa bilir. Ailələr uşaqlarını oturub başa sala bilmirlər onu. Uşaqlarını sanki başlı başına buraxırlar. Siz təsəvvür edin ki, elə bir tezdən buraxırlar, bir də gün orta gələcək. Başlarından eləyirlər uşaqlarını. Bax bu vəziyyətdə olan ailələr var. Ona görə də uşaqlar gedirlər internetdə araşdırırlar. Uşağın üstünə adi təpinəndə qayıdıb müəllimə deyir ki, şəxsən mənim özümə deyirlər. Müəllim olsa 200 manat cərimə olunacaqdı. Siz mənim üstümə təpinə bilmərsiniz axı. Yəni o uşaq həmin anda başa düşmür ki də, yəni mənim hansısa davranışıma görə müəllim bunu elədi. Elə bilir ki, 8-9-da oxuyan uşaqlar. 9-lar yox, adətən 8-lər belədir. Yəni elə bilir ki, o hər hansı bir davranış sərgiləməkdə haqlıdır. Bax elə bir düşüncədədir. Hə. Çox çətindir. Yəni əslində məktəbdə müəllim işləmək çox çətindir. İnşallah zamanla yaxşılığa doğru gedər inşallah. Hə. Sonra burada bərpa edici yanaşma. İşdir də əlbəttə ki, amma yaxşı bir işdir. Bəzi çətinliklər olmasa təbii ki. Bərpa edici yanaşma nə idi müəllimə? Burada nə Məsələn, belə deyək də, sinif daxilində olsun, sinif daxili münasibətlərdə olsun, hər hansı bir zərər olarsa, zərərli bir şey olarsa və yaxud da belə deyək də, bunların aradan qaldırılmasıdır, məsuliyyətin paylaşılmasıdır, bayaq dediyimiz kimi də, yəni hər şeyi müəllimə atmaq lazım deyil də, məsuliyyətin özü belə paylaşılmalıdır burada. Həmin bütün bu çəkdiklərin, bütün bu proseslərə yönəlmiş bir yanaşmadır, bərpa edici yanaşma. Deməli, burada adətən pozitiv intizamda da olduğu kimi, burada da mütləq şəkildə empatiya göstərmək, şagirdi dinləmək var ilk öncə və qarşılıqlı dinləmək var. Və bundan əlavə qarşılıqlı dinləmə deyəndə nə var? Məsələn, əvvəldə müəllim sadəcə şagirdlə söhbət edirdi. Burada isə həm zərər çəkən, həm də zərər verən tərəf var. İki tərəf var bərpa edici yanaşmada. Deməli, həm zərər verən şagird dinlənilir, həm zərər çəkən şagird dinlənilir. Onların hissləri, onlara bu hadisə necə təsir edib, yəni bu və yaxud da zərər verən şagirdə də öz demək belə deyək də, etdiyi hadisənin təsiri barədə düşünmək məsələn şansı verilir. Bu da nədən sonra olur? Zərər çəkən danışandan sonra olur. Və daha sonra məsələn qrup daxilində yəni məsələn uşaqlar bir-birini dinləyirlər, başa düşəndən sonra daha sonra təhlükəsizlik təmin olunur. Yəni uşaqlar üçün məsələn tutalım ki, belə deyək də, məsələn uşaqlar biri digərini lağ eləyir, gülür də hər gün. Belə deyək ki, qısaca da deyək ki, verbal bullying eləyir də, hər dəfə deyir, gülür və bəlkə də o deyir, gülür, əylənir, fikirləşmir ki, onun hərəkəti ona necə təsir göstərir də. Nəticə itibarilə müəllim bu şagirdlərin hər ikisini dinləyir. Deyir ki, sən niyə görə bunu deyirsən ona? O öz fikrini məsələn deyir. Məsələn, nümunə var burada. Nümunəni kim izah edə bilər? Desin də. Mən danışmayım, siz danışın. Aydın deyirsiniz, müəllimə. Hə, deyin. Onu deyirsiniz. Deməli, iki şagird, Aysel Murad deyək də, aralarında mübahisə yaranır və başlayır Murad öz sinif yoldaşı haqqında müəyyən istehsalı deyək, pis ifadelər səsləndirməyə və Aysel bu vəziyyətdən çox inciyir. Sadəcə bu onu belə deyək də, başlayır dərs zamanı passivləşir artıq. Belə beyninə salır da bu hadisəni. Müəllim də buna biraz belə deyək də bərpa edici yanaşmayla yanaşır. Təbii ki, ənənəvi üsulla olsaydı onu cəzalandırmalıydı. Amma müəllim bu cəzalandırma ənənəvi üsulu seçmir. O bərpa edici yanaşmanı seçir və başlayır bərpa edici də yanaşma odur ki, uşaqları söhbətə cəlb eləyir. Söhbət zamanı o özü istəyir ki, söhbət zamanı şagird özü öz səhvini anlasın. Bunu eləməyə çalışır. Ilk olaraq müəllim soruşur ki, Muraddan nə baş verib? Başlayır birinci Murad öz davranışı izah eləməyə. Sonra eyni qaydada eyni sualı Ayselə verir. Bu zaman artıq başlayır Aysel öz prizmasından yanaşır da münasibətə belə deyək. Yəni belə bir növ belə deyək də Aysel özünü narahat hiss eləyir, bir növ alçaldılmış hiss eləyir Muradın sözlərinə görə və getdikcə artıq müəllim də ona sual verir ki, səncə Murad, biz bu vəziyyəti düzəltmək üçün nə edə bilərik? Və Murad da artıq müzakirə nəticəsində anlayır ki, mən açıq şəkildə üzr istəyə bilərəm. Ayselin qarşısında məsələn ona deyə bilərəm ki, mənim etdiyim davranış səhv idi, sənə dediyim sözlər, sinifdə sənin hörmətini saxlamadım, ünsiyyətimizi pozdum. Bunlar səhv idi. Yəni bu formada bu hörmət və təhlükəsizlik hissini bərpa eləyə bilər də. Yəni Murad artıq dərs zamanı dərs yox. Yəni bu proses zamanı belə deyək də öz məsuliyyətini anlayır. Yəni məcburiyyətlə deyil də, bu bərpa edici yanaşma ilə anlayır artıq və beləliklə sinifdə daha güclü, daha yaxşı bir mühit yaranır. Təbii ki, bu yaxşı mühitin də şagirdlərin təsirində də çox böyük rolu olur. Aha. Deməli, uşaq belə deyək ki, həm bərpa edir münasibət, həm də sanki məsuliyyət götürür üzərinə də, üzr istəmək kimi bir məsuliyyət götürür üzərinə, üzr istəyir və bir daha bunu etməyəcək. Bu öz də məsuliyyətdir də, yəni üzr istəyir və belə bir məsuliyyət götürür üzərinə. Və bunu da
Murad məcburiyyətdən eləmir ha. Özü artıq məsələdən nəticə çıxarır. Özü şuurlu şəkildə düşünür. Amma cəzada nə idi? Cəzada şuurlu şəkildə deyildi. Kimdənsə qorxduğuna görə bunu etmirdi. Və nəticə etibarilə qorxu olduğu yerdə artıq düşüncə də dayanmağa başlayır. Qorxu olduğu yerdə beyinə lazımi oksigen getmir. Nəticə etibarilə beyin rahat düşünə bilmir. Çünki burada cəza məsələn deyək ki, təzyiq göstərən uşaq belə kimdənsə qorxur və nəticə etibarilə yəni qarşılıqlı razılaşma yolu ilə olmur. Yəni bu qorxudan, cəzanın qorxusundan olur. Məsələn bax nümunə çəkək də. Məsələn tutalım ki, mən tez səhərlər uşağımı məsələn yuxudan duranda başa salam ki, səhər tezdən yuxudan duranda yerivi yığışdırmalısan, səliqəli olmalısan da. Bu səliqə sənin özündən ötürü vacibdir də. Bunu etməlisən, başa salım, izah edirəm. Bir tərəfdən də deyirəm ki, sən səhərlər yerindən duranda yerivi yığışdırmalısan. Yığışdırmasan, bax səni üzü divara qoyaram ha, səni döyərəm ha. Burada nədir? Burada cəza var və uşaq bunu qorxudan edir və anlamır ki, yeri niyə görə yığışdırmaq lazımdır. Deməli bu bərpa edici yanaşma ilə əslində yəni bu ənənəvi yanaşma fərqi odur ki, ənənəvi yanaşma cəzanın tərəfdarı idi da, belə deyək. Burada cəza deyil. Burada uşaqların şuurlu şəkildə belə deyək ki, etdikləri davranışı başa düşmələri idi. Daha sonra müəllimlər, gəldiyi sinifin idarə olunması. Sinif hansı prinsiplər əsasında idarə olunur? Hə, bu mövzunu biraz o qədər dərs. Sinifin idarə edilməsi, imtahana ən çox düşən suallar idi. Yəni qorxuzmaq istəmirəm. Yəni bəzən müəllimlər Beləri deyirsiniz, hə, gözlənti, qaydalar idi. sinifin idarə olunması. Bunları deyirsiniz. Hə. Prosedur var idi, sonra daxili konfliktlərin həll edilməsi var idi. Aha, sonra nə var idi? Qayda, bir də şəxsi nümunə var idi. Bunlar yadımda qalıb, başqa bilmədim. Aha. Deməli sinif hansı prinsiplər əsasında idarə olunur? Gözlənti, prosedur, qayda, sinif daxili konfliktlərin həll edilməsi və şəxsi nümunə. Onda hamısı demişəm. İndi siz mənim sualıma cavab verin görüm. Prosedur nə məqsədlə həyata keçirilir? Nədir ümumiyyətlə prosedur? Prosedur bir işin ardıcıllığıdır da, işin yerinə yetirilməsinin ardıcıllığı. Aha, yerinə yetirilmə ardıcıllığıdır. Hə. Məsələn bu Biz Amerikada birində hansısa bir xarici ölkəyə uçanda düzdür mən olmamışam. Orada da bir xüsusi bir ardıcıllıq var da. Birinci hara yaxınlaşırsan, sonra hara yaxınlaşırsan, sonra otur neçə dəqiqə gözləyirsən. Sonra yəqin ki o vertolyota uçmaq üçün hardansa keçirsən. Nə bilim belə bir şeylər var. Məsəl üçün xəstəxanaya gedəndə indi lap icbari sığorta ilə olanda görürsüz müəyyən yerlərdən gedib çek almalısınız. Qeydiyyat şöbəsinə yaxınlaşmaq lazımdır. Gedirəm ki, çek almaq lazımdır. Yoxlanışa gedirsiniz. Getməlisiniz həkimin yanına, həkim peçat vurmalıdır ki, siz daha sonra analizə gedə biləsiniz. Hər şeyin görürsüz müəyyən ardıcıllığı var da. Yəni insan öz başına hara istədə gedə bilməz. Hər şeyin öz ardıcıllığı var. Yaxşı. Məsələn, nəsə istehsalında, taxçı tomatın istehsalında pomidor əvvəlcə əzilir, yığılır, yuyulur, qabığı soyulur. Bunun özü də bir prosedur da. Bəli, ardıcıllıq var. Bax məsələn, demək ardıcıllıq məntiqi təfəkkürdə var idi da. Görürsüz hər şey proses addım-addım həyata keçirilir. Addım-addım. Yəni heç nə birdən hasil olmur da. Yəni bu məntiqi təfəkkürdür də eyni zamanda. Hər şeyin addım-addım və uşaq bilir ki, bir hadisənin baş verməsinə səbəb nəsə var. Bundan əvvəl nəsə olub, bundan əvvəl nəsə olub. Bu elə-belə hasil olmayıb. Yaxşı. Siz mənə deyin görüm, cəza nə zaman tətbiq olunurdu? Hansı prinsiplə cəza var idi? Sırf eləmirəmsə gözlənti qaydadan sonra olurdu. Yadımdan çıxdı. Nədə tətbiq olunurdu cəza? Hansı anlayışda cəza var idi? Hansı? Demokratiklə avtoritar deyirsiniz. Yox. Demokratik qaydada. Qaydada. Qayda sərt olur. Sərt daha sərt olur. Aha. Bəs Bu mövzu gəldiyim əlimə. necə? Qarşı mövzu mənə nədənsə. Hə, çünki biraz geniş mövzudur ona görə. Yəni çox anlayış var da birdən-bir içində ona görə. Mən əlifba kimi gəlir də belə pis çıxsa da deyəcəm necə? Yəni ilk dəfədir də nəsə üzünü açıb oxuyuram quluquluna bağlı ona görə. Bəlkə ona görə mənə qavrama çətin gəlir. Hə, narahat olmayın. Siz əslində bu sinifin idarə edilməsi siz imtahan verən vaxtı olmayıb deyənə ki, məsələn deyək ki, 2020-də 21-də oxuyasınız, bu sizə sonra təkrar kimi keçsin də, ilk dəfə də oxuyursunuz deyə biraz qəribə gələ bilər, amma narahat olmayın. Geniş olsa da rahat mövzudur. Hə. Aha. Hə, yox, çətin deyil o. Qayda gözlənti qoyulmalıdır. Yəni hələ qayda qoyulmur. Əvvəlcə dərsin əvvəlində gözlənti qoyulmalıdır. Çünki mən şagirddən hansı gözləntiləri gözləyirəm. Onlar yerinə yetirilməyəndə, məncə ondan sonra qayda qoyulur. Qayda tətbiq Bir növ gözləntilərin daha sərt formasıdır. Yəni bu gözləntilər əgər bizim tələbimizə uymadısa, məcbur olaraq da bu qaydaları tətbiq etməyə. Bu cürmü? Düzmü başa düşürəm? Bəli. Eynən gözləntidə olan məsələn prinsiplər var. Hamıya hörmətlə yanaşın. Bax orada cədvəldə də var. Qeyd edilib ki, hörmətlə yanaşın. Yanaşın aydın gözlənti olmalıdır. Və hamıya hörmətlə yanaşın deyəndə ümumi gedir də bu başlığı elə deyil. Uşaq bundan nə başa düşsün? Siz ardından izah etməlisiniz uşağa. Sakit işləyin, başqalarının rahat işləməsi üçün şərait yaradın. Bax aydın gözlənti bu deməkdir. Artıq o oradakı ümumi fikir izah olunmağa başladı. Başqaları danışanda
danışanda diqqətlə dinləyin və sözünüz olanda əlinizi qaldırın, növbənizi gözləyin. Bu gözləntidir. Mənim uşaqdan hamıya hörmətlə yanaşması ilə bağlı olan gözləntimdir. Mənim şagirdim bax belə bir davranış sərgiləməlidir. Nəzakətli sözlərdən istifadə edin. Zəhmət olmasa, təşəkkür edirəm, məsələn bir şey olanda, bax belə, zəhmət olmasa mən qələm vericiyəm, çox sağ ol, bax nəzakətli sözlərdən deməməlidir. Adə qələm ver bura. Məsələn, adı sözdən deməməlidir bunu. Yəni burada nəzakət, çünki məktəb kiçik bir sosial mühitdir uşaq üçün. Və uşaq kiçik bir cəmiyyətdir və uşaq böyüdükcə onun cəmiyyəti də genişlənməyə başlayacaq və məsələn cəmiyyətdə ən çox davalar, insanlar bir-birinin üstündə öldürürlər. Düzgün nitq formasını seçməməklə. Ona görə də məktəb hər mənada məktəb olmalıdır və bunu öyrətməlidir məktəbdə ki, ilkin başlanğıcı təbii ki, məktəbdən qoymalı. Sonra məsuliyyətli olun. Baba dərsə vaxtında gəlin. Məsələn, görsən sinifə girmisə 5 dəqiqə sonra uşaq girdi sinifə. Bu olmamalıdır. Sinifə girərkən deyir ki, vaxtında yerinə yetirməlidirlər. Bəli. Məsuliyyətli olun gözləntisinin izahı budur. Dərsə vaxtında gəlməkdir. Sinifə girərkən bütün materiallar yerində olmasına əmin olmaq lazımdır. Məsələn, Azərbaycan dilindən iş dəftəridir, nə bilim kitabdır, dəftərdir. Məsələn, mən fənnimə görə də, yəni bunlar hamısı yerində olmalıdır. Lüğətdir, filandır. Yəni bunlar hamısı yerində olmalıdır gündəlik. Verilən tapşırıqları vaxtında yerinə yetirin. Yəni uşaq deməməlidir, mənim yadımdan çıxdı, çatdıra bilmədim. Uşaq belə öz vaxtını, yəni düzgün bölməlidir. Hətta sinifdə belə. Təhlükəsizliyə riayət edin. Sinifdə və dəhlizdə yeriyin. Yəni uşaqlara demir ki, qaçın. Bəzən elə olur ki, uşaqlar qaçıb bir-birinə toxuşurlar. Çox pis hadisələr. İnkar cümlələri işlətmək. Yox, deyirsən ki, dəhlizdə təsdiq cümlələri bu eyni zamanda uşağın beyninə elə bir ki, mesaj ötürür də, belə deyək. Əl və ayaq hərəkətlərinə nəzarət edin. Bu nə deməkdir? Uşaq məsələn tutalım ki, belə deyək də, bəli, hoppanmaq, tullanmaqdır. Sinifdə yerində oturarkən elə hərəkətlər edir ki, məsələn tutalım ki, arxada oturub ayağını elə uzadıb ki, məsələn qabaqda oturan uşaq narahat qalır ondan. Arxada oturub əlini uzadır, məsələn partadan tutur, məsələn ki, qabaqda oturan qızın saçını dartır. Bax belə bir şeylər olur. Məsələn, hər hansı bir hadisə baş verdikdə dərhal müəlliminizə və yaxud da deyir yaxınlarınıza, böyüklərə məlumat verin. Məsələn, uşaqlar savaşırsa, gedib bunu böyüklərə bildirməli. Da gedib özü ayırmamalıdır. Çünki bəzən elə olur ki, dalaşan insanlar ətrafa elə bir zərbələr vura bilərlər ki, bir-birlərinə ayıranlara bu zərbə dəyə bilər. Ona görə də mütləq yaxınlaşır. Və yaxud da görəndə ki, hər hansı bir texniki baxımdan nasazlıq olub, hardasa nə isə yanır, nə isə qırıldı, mütləq şəkildə özü müdaxilə etməməlidir və gedib böyüklərə xəbər verməlidir. İndi uşaqlar bunların məsələn hamıya hörmətlə yanaşın. Fikir versəz ki, qaydalarla gözləntilər eyni anlayışdır. Amma orada da Könül müəllimə qeyd etdiniz ki, əgər uşaq gözləntiyə riayət etmirsə, müəllim məcburdur ki, qaydanı da birdən-birə tətbiq etmək olmaz ha, müəllimə. Bunun da öz ardıcıllığı var. Nə olmalıdır birinci? Müəllim nə etməlidir bu zaman? Valideyn Yox, birinci, ən əvvəl. Birinci valideyn söhbət eləməlidir. Hə, birinci. özü ilə danışmaq. Düzəltmirsə valideyni şikayət eləməlidir. Onu da düzəltmirsə sonda cəza verməlidir. Aha. Yəni ən sonda qayda olur. Bəli. İndi qulaq asın. İndi desə ki, məsələn testdə desə ki, şagird məsələn deyək ki, gözləntilərə əməl etmədiyinə görə müəllim anında qayda tətbiq elədi. Bu artıq yanlışdır. Müəllim çünki birinci o davranışı, mənfi davranışa yol verən şagird özüdür. Birinci özü ilə danışıb problemi həll etmək lazımdır. Gördüyü alınmır, sonra valideynlə danışmaq lazımdır. Gördüyü alınmır o da. Ondan sonra müəllim rahat şəkildə qaydanı tətbiq edə bilər. Və qaydanın da prinsipləri var idi, müəllimlər. Nə idi? Nələrdən ibarət idi? Qaydalar necə olmalıdır? Nəyə əməl etməli olduğu gözlənilməlidir. Sonraki, yəni belə deyək də, şagird müvafiq qaydada əgər belə deyək də, müsbət nəticəsini görməliyik də biz bunu. Nə əldə edəcək şagird qaydalardan bunu? Bir də ki, qaydanı pozduqda onun nəticələri bilməlidir. Bu üç qayda. Hə, demək müsbət nəticə olmalıdır. Birinci, demək şagirdlərin birinci qayda olaraq onların gözləntilərə əməl etməyi, demək gözlənilir, qaydalara əməl etməyi gözlənilir. Sonra müsbət nəticəsi olur, daha sonra mənfi nəticəsi olur. İndi müəllimlər, müsbət nəticə olanda müəllim şagirdi tərifləyə bilər və yaxud da valideynindən məsələn müsbət bir mesaj göndərə bilər və yaxud da ay sonunda uşaqları məsələn təltifnamələr olur, sertifikat filan. Məsələn yaxşı davranışına görə burada təbii ki, uşağın biz idrakını, düşüncəsini qiymətləndirməyi, onu deyə bilmərik də, ən ağıllı uşaq, belə deyə bilmərik. Yaxşı, nümunəvi davranışına görə ayın qalibidir. Bax belə təltif oluna bilər. Bax belə verməklə uşaqlar istər-istəməz özləri də prosesə həvəsli ola bilərlər. İstəyirlər ki, onu təltifnaməni evə aparacaqlar, evdə də valideyn görəcək, sevinəcək. Nəticə etibarilə bilirsiniz, valideyn də bunu görüb, adətən belə olur da, valideynin müəllimə qarşı münasibəti yaxşısa, uşağın da münasibəti yaxşı olur. Yəni 99% hallarda belədir. Yəni 1% hallarda olar ki, uşaq ancaq introvert olar və ancaq yəni ona kimsə təsir eləməz də, o öz düşüncələri ola bilər. Başqalarına da yəni düşüncəsi, münasibəti öz dəyərlərinə əsaslana bilər. Amma çox hallarda valideynin müəllimə təhsilə münasibəti necəsə, uşaqda da eyni elə olur. Deməli, bax belə, mənfi nəticə də nədir? Qayda pozuntusu olduğu halda uşağı nələr gözləyə bilər və bunlar da aydın şəkildə izah olunmalıdır. Qaydaların sayı nə qədər olmalıdır? Cümlə quruluşu nə olmalıdır? Qaydaları müəllim özü tərtib etməlidir, yoxsa şagird tərtib etməlidir? Necə olmalıdır axı? Bunlar barədə danışın.
sayı 3-5-i keçməməlidir. Çünki həftənin artıq çox qayda tətbiq olunduğu zaman artıq belə deyək də, bu çox yaxşı effekti olmaya da bilər də. Ona görə də həm də yadda saxlamaq da çətinləşdirə bilər də bu qaydaları. Məsələn, elə say seçməliyik ki, ən çox bu 3-5 arasında dəyişir. Yəni şagird bu qaydaların hamısını yaddaşında saxlaya bilsin. Negativ yox, daha çox belə deyək yox olmaz əvəzinə bu cür olsa daha yaxşı olar. Tipli cümlələr qurmalıyıq məsələn. Bu yəni belə deyək də pozitiv dillə danışmaq, pozitiv dillə yazılmış qaydalar daha yaxşı. Biz məsələn deyirsən ki, dəhlizdə ancaq yeriyirik. Bax belə cümlələr, təsdiq cümlələri işlədirsən. Sonra bu şagirdlərlə hazırlasan daha yaxşı olar da. Yəni onların özlərinin də iştirakı ilə hazır olan qaydaları onlar özü də bir növ belə deyək, özləri də onu yerinə yetirəcəklər də. Onu bir əmr kimi başa düşməyəcəklər. Yəni özləri də deməli bu özü də uşağı əməkdaşlığa çağırır. Yəni müəllim uşağı əməkdaşlığa çağırır. Nəticə etibarilə uşaqlar özləri əməl etməli olduqları qaydanı özləri hazırladığına görə uşaqlarda nə formalaşır? Pozitiv intizamda dedi. Yox, bərpaedici yanaşmada bunu qeyd etdik. Uşaqda nə yaranır? Həm pozitiv intizamda da var bu. Nə yaranır? Uşaqda müəllimlər məsuliyyət götürmə. Məsuliyyət daşıyırlar. Uşaqlar davranışına görə məsuliyyət bilir ki, cəza var burada, cəzalana bilər. Yəni cəza da müxtəlif cür ola bilər, müəllimlər. Nə bilim, müəllim sarı vərəq, bundan əvvəlki sinifin idarə edilmə üsullarında var idi o. Nə bilim, sarı vərəq göstərə bilər uşağa. Yəni nə bilim, uşaq məsələn mənfi davranış sərgilədikdə, nə bilim, uşağın hər hansı bir fiquru ola bilər də. Hər uşağın bir fiquru var. Məsələn, tutalım biri balıq fiqurundan istifadə, biri ulduz fiquru, biri nə bilim günəş fiqurundan istifadə edə bilər. Müəllim həmin anda həmin uşağın da məsələn, tutalım ki, fiqurunu qaldırıb uşağa göstərə bilər. Yəni uşaq başa düşə bilər ki, müəllim burada nəyisə etiraz edir. Bundan əlavə heç nə səbəbsiz müəllim uşağın adını lövhədə yaza bilər də. Uşaq başa düşə bilər. Məsələn ki, yəni davranışına görə müəllim buna sanki bir çağırış etdi. Sonra müəllimlər bu qaydaları atmaq olacaq daha yaxşı olar ki, tez-tez görüb xatırlasınlar. Bəli, tez-tez. Hətta müəllimə kitabı olmalı ki, baxsınlar qaydalara. Bəs bunlardan hansıları idi ki, uşaqlar 21 gün müddətində buna əməl etməlidirlər ki, bu onlarda vərdiş halına çevrilsin? 21 gün müddət hansı anlayışda var idi müəllimlər? Gözəl. 21 gün müddəti. Aytac müəllimə, səsi çıxmır bu dərsdə. Mən narahat olum. Yəni oxumuşam, mənim sadəcə müəllimlər danışır, deyil, çox qarışmır. Hə, yox da qarışın. Niyə qarışmırsınız? Hə. Deməli, hansındaydı 21 gün müddət? Yox, mən Aytac Yox, biri qaydanın özüdür də. Yox. Möhkəmlə. Onu gözlədim mən. Mən hamının səsini eşidəndə çox sevinirəm. Aytac müəllimə də çox dərsə cavab verir. Aytac müəllimənin səsini eşitməyəndə darıxıram. Hə, Aytac müəllimə hansı idi ki, 21 gün müddət var idi burada? Vərdiş Bunu ardıcıl şəkildə müəllim 21 gün müddətində etməlidir ki, bu uşaqda artıq vərdişə çevrilsin. Bu hansı idi? Hədə qayda. Bacarıq, yoxsa necə başa düşmək? Yox. Sinif demədik, qaydalar, gözlənti, prosedur, sinif daxili konfliktlərin həll edilməsi şəxsi nümunə ilə idarə olunur da. Bunlardan hansı 21 gün müddətində icra olunmalı idi ardıcıl şəkildə ki, uşağa vərdiş qazandırsın? Prosedur. Bunlarda da mənim. Nə idi Aytac müəllimə? Prosedur. Prosedurdur. 21 gün müddətində icra olunmalıdır. Hə, indi sizə bir dənə maraqlı sual verim. Deməli, deyir ki, prosedurlar dərs ilinin əvvəlində icra olunmaq üçün hazırlanmalıdır. Çünki məlum məsələdir. Uşaqlar məsələn dərsdə cavab verərkən, belə qeyd eləyək ki, summativləri təqdim edərkən, köçürmə halları baş verərkən və s. gecikərkən sinifə daxil olarkən, müəllimə nə bilim nəsə bir fikir bildirərkən və s. eyni zamanda qrup işi keçirilir. Qrup işin qaydalarına bağlı prosedurlar hamısının olmalıdır. Yəni müəllimin elə ki, bu işin ehtiyatlı tutmağından ötəri lazımdır bu prosedur. Ki sinifdə əlavə səs-küy yaranmasın. Məsələn gündəlikləri məsələn ötürməkdir. Məsələn, müəllim qiymət yazmalıdır. Hər gün uşaqların axı biz hər birini qiymətləndiririk. Hə, məsələn, ötürməlidir də qabağa deyək. Hə, bunların hər birinin özünün proseduru olmalıdır. İndi sizə sualım bundan ibarətdir ki, müəllim hər bir davranışdan ötürü bütün prosedurları dərs ilinin əvvəlində hazırlanmalıdır. Bütün prosedurları dərs ilinin əvvəlində hazırlanmalıdır. Olar, belə deyək də, dərs gedişatında ola bilər, il ərzində ola bilər. Təkcə elə ilin əvvəlində. Uşaq ona qorxub qaçar ki, onların hamısını yadında da saxlaya bilməz. O yavaş-yavaş bir-bir hamısını məşq elətdirə. Elə prosedurlar var, ancaq təlim prosesində olur, məsələn.
Hə, Sevinc müəllimə yaxınlaşır. Bilirsiniz necədir? Ola bilər ki, bax müəllim kitabda nümunəyə baxın. Dərsə gecikən zaman uşaqlar hər gün dərsə gəlirlərsə, deməli dərsin əvvəlində bu prosedur olmalıdır. Sonra diqqəti müəllimə yönəldən zaman müəllim hər gün dərs keçir, nə isə izah edir, bu mütləq olmalıdır. İş vərəqlərini ötürəndə, qrup işi keçirən zaman iş vərəqlərini istifadə edə bilərik və yaxud da hər hansı bir iş üsulundan istifadə edən zaman, məsələn, Frail modeldir, cürbəcür iş üsullardır, məsələn, dəyirmi masadır və s. Bunlarda məsələn iş vərəqlərindən istifadə olunur, karuseldir filan. Bunlar necə ötürülməlidir? Bunların özünün proseduru olmalıdır. Tapşırığı tez bitənəndə və s. bunların öz prosedurları olmalıdır. Amma bəzən ola bilər ki, müəllim dərs ilinin əvvəlində 5 dənə prosedur müəyyən eləyib və onlara yavaş-yavaş əməl edir. Elə deyil. Amma zaman keçdikcə bəzən zərurət yarananda bəzi davranışlara görə də müəllim il ərzində, ilin ortasında belə bəzi prosedurlar müəyyən edə bilər və uşaqlara bunu icra elətdirə bilər. Şərt o deyil ki, müəllim dərs ilinin əvvəlində hansı prosedurları yaradıbsa, sonra heç bir prosedur yarada bilməz. Əgər ehtiyac yaranarsa, yenə də prosedur müəllim yaratmalıdır və onu tətbiq etməlidir. Aydın oldu fikrim, mən nə demək istəyirəm? Yəni yenə də izah edə bilərəm. Hə, deməli bax, məsələn, dedilər ki, prosedurun öyrənilməsinə 3 addım yapılır. Öyrət, məşq et, möhkəmləndir. Öyrət nədir, məşq et nədir, möhkəmləndir nədir? Bunlar haqqında məlumat verin. Öyrət o deməkdir. Məsələn, bu prosedurlar ki var, hansı ki bunların mütləq şəkildə izah edilməlidir ki, öyrədilsin. Sonra bunlar sinifdə məşq edilməlidir ki, yəni bir şey məşq etməsək zaten biz onu beynimizdə möhkəmləndirə bilmərik də. Təbii ki, məşq lazımdır ki, yavaş-yavaş biz buna öyrəşəndən sonra da artıq biz bunu möhkəmləndiririk. Yəni bu cür başa düşürəm mən bunu. Sonra yaxşı, bəs o məsələn bəzi hallar olur ki, uşaqlar məsələn prosedurlara riayət etmirlər də sinifdə. Yəni bu nədən qaynaqlanır? Hansı ehtimallar ola bilər ki, yəni düşünək ki, uşaqlar niyə görə prosedurlara riayət etmirlər? Yəni hansı səbəblərdən yarana bilər? Öyrətməmişəm ona görə. Ya elə ya da ki, daha çox məşq etməmişik biz bunu ona görə. Çünki məşq etdikcə vərdiş formalaşır. Yəqin ki, biz bunu çox məşq etməmişik ki, vərdiş halına çevirməyib. Ona görə də ola bilər. Məşq etmək deyəndə, məşq etmək də neçə gün ərzində olmalıdır tədqiqatlarda? 2-3 idi yoxsa? Yox, neçə gün olmalıdır? Bayaq dediyi Aytac müəllimə də dedi. 21 gün olmalıdır. 21 gün məsələn uşağınıza deyin ki, səhər duranda yeri yığışdır. Hər gün 21 gün 3 həftə ərzində uşaqda bundan sonra uşaq onu avtomatik şəkildə eləməyə başlayacaq. Nəinki uşaqları, elə biz özümüz də eləyirik. 21 gün eləsə. Elimdə də belə təsdiq olunub ki, adicə bu 21 gün siqaret çəkmək vərdişidir. Deyir 21 günü siz siqaret çəkmədən dayansanız, bu siz bunu tərk etmiş sayılırsınız. Çünki 21 gün nəsə belə bir şey elimdə belə bir aşkarlanımda belə bir şey var ki, 21 gün həqiqətən böyük rol oynayır. Bəli, doğrudur. 21 gün, yəni az müddətdir, gör necə saat eləyir. 3 həftə. 3 həftə gör, bəli. İnsan dayanmalıdır buna və bunu etməlidir. Sonra, yaxşı. Deməli, sinifin deyir effektiv idarə edilməsinin sinifdə öyrənməyə təsiri nədən ibarətdir? Sinif prosedurla idarə olunub da, elə deyil. Məsələn, effektiv idarə olunur. Yəni belə sinifdə artıq hansı mühit formalaşır? Necə olur? Belə dedi, şagirdlər hansı soruşursunuz? Tam şərait yaradılmalıdır. Şagirdlər tam dərsə cəlb olmalıdır. Bunlar necədir? Tam dərsə cəlb olunur. Onlardan tədqiqatını şagirdlər bilirlər. Şagirdlər nə bilirlər, sonra vaxt itkisinə yer verir. Şagird yönümlü olur. Aha. Bir də ki, sinif mühiti şagird yönümlü olmalıdır. Eyni zamanda da xoşa gələn, o bayaq saydığımız kriteriyalar var ki, onlar da hər biri olmalıdır. Şagird yönümlü olur və xoşa gələn olur. Kimlər? Şagirdlərin xoşuna gəlir də daha çox. Və sinif konfliktləri baş verən zaman müəllim 3 strategiyadan istifadə edə bilər. Bunlar hansılardır? Sinif iclaslarıdır. Ortaq dəyərlər yaradılırdı. Bir də müəllimin özünün xüsusi strategiyaları olurdu. Bəli. Hə, sinif iclasları yaradılan zaman sinif iclaslarını ancaq müəllim idarə edir. Yox, şagirdlər də idarə edə bilər. Onlar da imkan verirsən ki, onlar da keçirə bilərlər, sinif iclası edə bilərlər. Aha, zaman etibarı ilə Sokrat dialoqunda olduğu kimi bu müəllim o qədər icra edir ki, uşaqlar artıq özləri bu vərdiş halına gəlir və özləri də bunun belə deyək ki, mentoruna çevrilə bilərlər. Yaxşı. Sinif iclası keçirilən zaman konfliktlər həll olunan zaman burada nə baş verir? Hansı addımlar icra olunmalıdır sinif iclaslarında zamanı? Əgər problem bir dalaş olubsa, onlar belə deyək, problemi onlar şərh edirlər ki, bu olubdur, bu baş veribdir. Müəllim də dinləyir, şagirdlər də oturub onları dinləyirlər. Həll yolunu təklif edirlər. Və yaxud da ki, ola bilər ki, onlar ikisi ayrılıqda gedib bu problemi həll edə bilərlər. Yəni vaxt zaman verirsən. Belə. Sonra deməli, ilk öncə müəllim bunun xülasəsini verə bilər. Məsələn, Eldarla Rasim dalaşıb, nəticədə Eldar Rasimə yumruq vurub, onun gözü zədələnib və Eldar ağlayıb. Qısa xülasəsini verdik. Verəndən sonra qısa xülasəsin ikinci addım olaraq nə baş verir? Hər iki tərəf dinlənilir. Şərait yaratmalıyıq ki, hər tərəf söyləsin, hər iki tərəf dinlənməlidir. Yəni bir tərəfə dinləyib, bir tərəfi dinləməmək bu düzgün olmaz. Hər iki tərəf öz
baxış bucağı ilə danışmalıdır bu hadisəni. Mhm. Sonra hətta elə ola bilər ki, onlar uzaqlaşıb bu məsələni necə həll edəcəyi ilə bağlı sinifdə məruzə verib, yəni geri qayıdıb məruzə verə bilərlər də bütün sinifə. Bu cür hallar da yaşana bilər. Aha. Sonra qrupdakı şagirdlər özləri öz ehtimallarını irəli sürə bilərlər ki, bunlar arasındakı problemləri necə həll etsinlər və daha sonra bu şagirdlər çəkilirlər, ikisi gedirlər, öz aralarında danışırlar və bu problemi necə həll edəcəkləri barədə öz fikirlərin öz aralarında qərarlaşdırırlar. Yəni burada nədir? Şagirdlər artıq çözüm odaqlı olurlar da, belə deyək. Yəni özləri çözüm üretirlər, belə deyək. Hə. Yəni burada həll yolları nə ola bilər bəs əsasən? Yəni şagirdlər necə həll edə bilərlər? Bax belə bir konflikt yarananda aralarında. Aha, sonra Qarşı tərəflə əl sıxışmaq olar. Sonra deyilir ki, sakitləşmək üçün birdən ona kimi, bəzilərində deyir birdən 20-yə kimi saya bilər, yəni bu tip şeylər. Və yaxud da ki, həmin şeyi növbəti iclasa qədər saxlayırsan ki, ola bilər ki, həmin iclasa qədər problem öz-özlüyündə də həll oluna bilər. Növbəti iclasın mövzusuna elə bir gündəliyinə daxil etməkdir. O şey ki, ölçəyə bənzədir bu. Anamın kitabı əsərində o Cəmiyyət-i Xeyriyyə Aslanın Ərzi Halın bundan əvvəlki iclasda dinləmirlər. Güya yazırlar ki, bu iclasda dinləsin. Burada da çıxıb deyirlər ki, bəs yox, yəni büdcə deyir onu belə deyək də qarşılamayacaq. Yəni onun yerinə növbəti iclasa bunun üçün də əlavə nəsə bir komitə yaradırlar ki, təftiş eləməkdən də ötəri onları yoxlamaqdan ötəri ki, görəsən bunlar həqiqətən açdılar. Bax belə bir şey. Sanki yəni növbəti iclasın gündəliyinə daxil olunmalıdır ki, yəni növbət dəfə bu barədə də danışıq olsun. O heç düzgün deyil. O da çansı olur, kişi gəlir, deyir ki, acam kimsə də çıxardı ona deyəsən qəpik verir. Yadımdan Zivər xanım, Rüstəm bəyin arvadı. Zivər xanım deyir, orada bir cümlə var ki, bunun acı olub olmamağını yoxlamaq. Yəni bu doğrudan da acdır da. O nə demək ki? O çobanlar da şort gətirmişlər, nə gətirmişlər? Orada deyəsən elə bir şey var idi. Bəli, elə bir şey var idi. Yəni onlara öz gətirdiklərindən verilir və burada çobanlarla eyni zamanda Cəmiyyət Xeyriyyənin üzvlərinin acılara deyirik, kasıb insanlara münasibətində bir təzad var. Onların da münasibəti başqa olur, bunların da münasibəti var. Zivər xanım da göz önündə olsun deyə çıxardır. Yəni bir qəpik verir, gümüş pul verir kişiyə. Hə. Sonra sinif iclasları şagirdlərdə demək uzun müddətli bir sosial bacarıqlara çevrilir. Bəs müəllimlər sinif iclaslarının özlərinin prinsipləri var idi. Bunlar hansıları idi? Qarşılıqlı hörmət, fəal dinləmə, dürüstlük, mehribanlıq. Dürüstlük, mehribanlıq. Mütləq şəkildə sinif iclası edən zaman mütləq uşaqlar, hətta konflikt olan tərəflər belə bir-birlərinə qarşılıqlı hörmət göstərməlidirlər. İclas üzvləri və eyni zamanda hadisəni danışanda dürüst şəkildə danışmalıdırlar. Yəni biri digərini dinləməlidir. Bu danışanda yox, sən səhv deyirsən, mən burada bunu dedim deməməlidir. Sona qədər dinləməlidir onu və eyni zamanda mehribanca. Çünki bunlar problemi həll etmək üçün burdadırlarsa, yəni mütləq bir-birlərinə mehriban şəkildə yanaşmalıdırlar. Ortaq dəyərlərin yaradılması dedikdə müəllimlər, burada adətən ortaq dəyərlərin yaradılmasında bir var ki, bütün sinif üçün ortaq dəyər yaradılır. Bir də var ki, fərdlər üçün ortaq dəyər yaradılır. Bütün sinif üçün ortaq dəyər yaradılanda adətən cümlədə hansı anlayış olur? Yəni siz bunu nədən tuta bilərsiniz ki, bu bütün sinif üçün ortaq dəyərdir? Biz anlayışı. Aha, biz anlayışı var. Bəs fərdlər üçün olanda nə var? Mənim hisslərim. Digər şagird daha çox bu cür oldu. Sinifdəki digər şagirdin məsəl üçün hissləri, hərəkətləri, onlar üzərində. Hə, deməli kimdir? Burada da nə anlayışı olur? Bütün sinifdə biz anlayışı olur. Burada nə anlayışı olur? Mən anlayışı olur. Yaxşı, bir dənə sual verim sizə. Sinifdəki digər şagirdlər özlərinə, yəni hisslərinə, hərəkətlərinə, sözlərinə cavabdehdirlər. Digər şagirdlər. Hə. Burada hansı anlayış? Bu fərdlər üçündür. Demir ha biz demir ha, biz etmə. Bax, məsələn bütün sinifdə iş formasında məsələn heç əvvəlində biz olmasa belə cümlənin sonundakı xəbərdə ıq şəkilçisi var. Bu birinci şəxsin cəminin şəkilçisi var. O da qeyd edilən xəbərindən təkdə cəmdə işləməyindən seçə bilirsən. Hə, bir də deyir ki, məsələn bax dediyim cümlə var bayaq ki, sinifdəki digər şagirdlər özlərinə, yəni hisslərinə, hərəkətlərinə, sözlərinə cavabdehdirlər. Burada artıq üçüncü şəxs. Üçüncü şəxsdə danışırıq belə olan. Üçüncü şəxsdə danışırıq. Hə, burada artıq fərdlərlə bağlıdır. Fərdlərlə bağlıdır. Hə. Sonra müəllimlər buzqıran strategiyalarına gəlir. Gəlin buzqıran, bir də müəllimlər, müəllimin özünün iki cür yanaşması olmalıdır da sinifdə davranışla bağlı. Hə, proaktiv nədir, reaktiv nədir? Reaktiv odur ki, hazır olur. Yox, əslində planı yoxdur bunun əvvəldən. Reaktiv planı yoxdur. Əvvəldən planı olmur, bəli. Effektivdə amma proaktivdə isə əvvəlcədən planı olur. Yəni sinif pozuntusu baş verməmişdən qabaq baş verəcəksə, artıq müəllim buna hazırlıqlıdır. Yəni nə edəcəyini bilir. Amma reaktivdə isə bir plan mütləq var. Aha. Deməli, müəllim gündəlik planlaşdırma aparırsa, bundan əlavə müəllimin sinif üçün gözləntisi var, qaydası var, proseduru varsa, deməli bu müəllim necə müəllimdir?
Reaktiv. Yo, niyə? Proaktiv. Çünki bu müəllimin B planında var. Müəllim başa düşür ki, sinifdə ani konfliktlər baş verə bilər, davranış pozuntusu baş verə bilər. Müəllim bunu əvvəlcədən nəzərə alır da. Yəni müəllimi çünki bunun üçün ən əvvəl gözlənti müəyyən eləyib, uşaqlar gözləntiyə riayət edirlər. O olmadı qayda tətbiq eləyib. Ondan başqa sinifdə aydın prosedur var. Deməli bu müəllim sinifi rahat şəkildə idarə edir və nəticə etibarilə bu müəllim proaktiv müəllimdir. Amma müəllim dərs keçir. Dərs keçən anda səs-küy yaranır. Səs-küy yaranandan sonra müəllim uşağın üstünə qışqırır, onu cəzalandırır. Bu artıq reaktiv olur. Reaktiv olur. Bu artıq reaktiv Reaktiv. Aha. Neyse. Aha. Hə, sonra demək buzqıran strategiyaları var. Bu buzqıran strategiyaları nə məqsədlə icra olunur müəllimlər? Bunun məqsədi odur ki, şagirdlər bir-birini tanıyır da burada. Hə. Müxtəlif məlumatlar, onların hobiləri olsun, hansı idman növləri, Filmdir, bunlar bir-birinə bölüşürlər. Hə, deməli bunların Müəllim bir-birini yaxşı tanıyır da. Əgər şagird bir-birini yaxşı tanımırsa, arasındakı konflikti həll edə bilər. Yox, bir-birini tanısalar yola gedərlər. hə. Hətta bu vaxtda daha yaxşı təqdirə layiq tətbiq olunur. Deməli, nə zaman tətbiq olunur buzqıran strategiyaları? İlk vaxtlarında tətbiq olsa daha yaxşı olar. Aha. Amma yenə də ehtiyac olanda ilk başqa vaxtlarda da tətbiq etmək olar. Bəli. Yəni ehtiyac olanda sonradan da istifadə etmək olur. Aha. Yaxşı. Bəs bunun üçün hansı strategiyalardan istifadə edirlər? Elə bu strategiyasını özüdürlər, yoxsa necə? Məsəl üçün uşaqlar buzqıran strategiyaları necə tətbiq olunur? Bax məsəl üçün Sevdikləri bir aforizm yazmaq kimi şey. Sonra keçmişi ilə indiki halı gələcəyi ilə bağlı məsələn söz yazırlar. Yəni o bir növ bunlardan sən şagirdi daha yaxşı tanıyırsan da. Və bəli. yaxud da ki postlardan birini seçirsən, ona cavab yazırsan. Aha. Post məsələsi belədir ki, əvvəlcədən uşaqlar deyir ki, bir gün əvvəl internetdə, sosial şəbəkədə paylaşım edin. Uşaqlar paylaşım edirlər və bir-birlərinə münasibət bildirirlər. Bir-birlərinə paylaşımlar, Onlar da bunu münasibət oxuyurlar və bəyəndiklərini, fikirlərini şey edirlər. Hə, belə görək kimin fikirləri üst-üstə düşür də, belə deyək. Sonra müəllimlər, burada deyir tor strategiyası var. Tor strategiyası nədir? Necə tətbiq olunur? Deməli, bu şagirdlər dairə boyu düzülürlər, belə deyək də, saf deyək də, yumaq şagirdlərin birinə verir və belə deyək də, şagird yumağın ucun barmağına bir dəfə dolayır və başlayır öz haqqında danışmağa. Adı, soyadı ola bilər, fokus haqqında, nələri sevdiyi, musiqidir, filmdir və s. də, yəni. Və şagirdlər də buna diqqətlə qulaq asırsa, başlayırlar hər nə ona qulaq asarsa, özləri ilə də müqayisə aparmağa da, yəni. Əgər uyğunluq görürlərsə, avtomatik deyirlər ki, mən də uyğunluq görmürsə də heç nə deyirlər də. Yeni baxmaq görən zaman uşaqdan yeni müdaxilə edirlər, mən də bu cür şey istəyirəm və s. Belə deyək də, bu zaman onda şagird yumağı səslənəndə digər şagirdi ötürür. Bu formada yəni bu proseslər davam edir də, yəni. Bəli, bəli. Bütün Bu şəkildə. Burada atılmada o saf birini onları bir-birinə bağlayır. Aha. Bunun üçün müəllimdə hansı ləvazimatlar olmalıdır? Müəllim nəyi nəzərə almalıdır? Yumaq olmalıdır. Aha, sonra Sinif də biraz yəni ki, böyük olmalıdır. Şagirdlər dairəni düzülürlərsə. hə, demək sinifin belə deyək forması şagirdlərin sayını ödəməlidir ki, şagirdlər dairəvi duranda həqiqətən sinifdə sıxlıq yaranmasın da belə deyək, rahat şəkildə dura bilsinlər. Deməli əlavə olaraq yumaq lazımdır. Sonra bu dairəvi bunlar durdular ha. Bu deyək ki, tor düzəldi. Tor düzələndən sonra müəllim nə edirdi? Müəllimin məqsədi nə idi? Ortaq cavablarını şey edir də, onların... Çünki bir növ müəllimə bu tor əmələ gələndən sonra bir növ uşaqlar axı hər dəfə dediyi ki, əllərini tərpədirdilər və beləliklə bunların hamısının ortaq cəhətləri olduqca qıraqdan hansı ki, mən də deyə onlar sapı tərpətdikcə sap bir-birinə belə qəribə bir şəkildə bağlanmış olur. Bu da onu göstərir ki, yəni tor elə mahiyyəti buydu da, yəni bir-birinə bağlanmış şəkildə olduğuna görə belə hə, ortaq da. İndi bu tor qurulur. Hə, tor qurulur, ortadan tor yaranır. Sonra burada nə indi onun fikrimi izah etmək istəyirəm. Sonra bir dənə şar atır müəllim. Şarın üstə nə yazılırdı adətən? çoxlu sayda Onlar qruplarını... bəli, kağızlar aha. Kağızların üstə nə yazıla bilər? Şarın üstə nə yazıla bilər? Məsələn, nədən qorxurlar, nədən çəkinirlər? Biri imtahandan kəsilməkdən qorxur, biri qanundan qorxur, biri gündüzlükdə kullanmaqdan qorxur, biri yaşamaqdan qorxur. Hə, məsələn, mən birdən qorxuram bu dəqiq. hə, inşallah heç nədən Allahdan başqa heç nədən qorxmayaq. Çünki Onu da torun üstünə atırlar. O dairədə yaranan torun üzərinə atırlar. Boşluğa əgər harda ki boşluq varsa, top oradan düşəcək yer. Şarı olan yerdə isə şar havada qalır.
Aha, şar havada qalır və bu da hansı mesajı ötürürdü? Yəni güc birlikdədir də. Yəni harda ki biz bir-birimizin yanında olsaq, o zaman o halda həqiqətən də qorxular heç biri olmayacaq və biz qorxularımıza qalib gələcəyik də. Yəni bu da şagirdlərə birlik olmalısınız mesajını ötürür sanki. Və bu zaman müəllim də məsələn qayçı da olmalıdır. Qayçı niyə? Çünki uşaqlar barmaqlarına doluyub axı müəllim bunu kəsməlidir də. Hə, bu olmalıdır. Sonra şar olmalıdır, sonra yumaq olmalıdır, sonra kağız olmalıdır. İndi şarın üstünə yapışdırdığı yapışqan olmalıdır və s. bu ləvazimatlar olmalıdır. İndi müəllim nəzərdə tutduğu sinifdə əgər bu tor strategiyası baş tutmursa, ümumiyyətlə müəllimin dediyi bu strategiyalardan hər hansı biri baş tutmursa, o zaman müəllim proaktiv müəllim olmalıdır ki, onun B planı da olsun. Hər bir müəllimin B planı olmalıdır. Hazıra. Məsələn, tutalım ki, sabah uşaqlara slayd nümayiş elətdirəcəksiniz, elə deyil. Rəqəmsal otaqda dərs keçməyi qərarlaşdırırsınız, amma elə olur ki, sabah rəqəmsal otaqda dərs keçə bilmirsiniz. Bu zaman müəllim məsələn özünün B planı olmalıdır. Əgər məktəbin özünün imkanında yoxdursa belə, müəllim özü proyektor almalıdır özü. Üstündə daşımalı da belə çıxır. Müəllim onda nəzərə almalıdır ki, birdən sabah orada mən dərs keçməsəm proyektorumu özümdən aparın və uşaqlara bu dərsi mən nümayiş elətdirim. Uşaqlar yəni mən nəzərdə tutduğum kimi təhsil almalıdırlar. Bax belə. B planı budur. Müəllim yəni hər bir şəraiti nəzərə almalıdır əvvəlcədən. Sonra dedik ki, çeviklik strategiyasına aiddir. Yəni müəllimin mütləq planına uyğun getmirsə, müəllimin bu zaman B planı olmalıdır da. Yəni belədir. Görürsüz elə şey olur ki, məsələn, müğənni oxuduğu yerdə işıqlar sönür. Səsi olan müğənni başlayır özü mikrofonu əlinə götürür, oxuyur. Heç canlı davam edir. Bu onun çevikliyindən xəbər verir də elə müəllimə. Hə, çevikliyindən xəbər verir də. Bəli, o artıq özü məsələn özünü itirmir axı. Müəllim özünü itirmir prosesdə. Demir, mən necə bunu reallaşdıracağam. Hə, çeviklik olmasa müəllim özü də geri çəkilmiş olur müəllim özü də geri. Axı sən bunu planlaşdırıb əziyyət çəkmirsən, axı bunu reallaşdırmalısan mütləq. Bunu işləyə bilər. Hər şey ola bilər də. Yəni müəllim bunun hamısını nəzərə almalıdır. Hə, sonra müəllimə dedi ki, sonra dedi, absurd suallar verilməlidir. Əgər, bu bilirsiniz mənə nəyi xatırlatdı müəllimə? Tənqidi təfəkkürdə var idi. Tənqidi təfəkkürü həyata keçirmək üçün hansı strategiyalardan istifadə? Bir də var idi, nə olardı əgər? Əgər tipli, əvvəli əgərlə başlayan suallar vermək. Məsələn, əgər deyir kompüter sistemi, telefonlar olmasaydı, dünya hal-hazırda hansı vəziyyətdə olardı? Absurd suallara verilən cavablar və yaxud da nə qədər yaşasaydı nə başı verərdi? Şagirdlər bu zaman qruplara bölünürlər, müəllimlər. Qruplara bölünürlər. Əgər sözlə başlayan absurd suallar verilir. Çünki absurd sual niyə? Çünki bunun konkret bir cavabı yoxdur. Faktoloji biliklə bağlı deyil də bu. Amma eyni zamanda düşündürücü sual verilir. Məsələn, əgər hamının ideal yaddaşı olsaydı nə olardı? Hamının yaddaşı güclü olsaydı. Əgər hamı dünyada yaxşı olsaydı nə olardı? Əgər dünyada hamı pis insan olsaydı, o İblis əsərində deyir ki, orada İlxan var. İlxan deyir ki, mən əgər deyir tanrı olsaydım deyir, insanları deyir, ya deyir insanları çirkin eləyərdim, ya deyir gözəl eləyərdim, ya deyir onları kasıb edərdim, ya varlı edərdim. Ya deyir onları deyir belə deyək də, başqa da nəsə deyir orada. Hə, deyir, orada İblis ona cavab verir ki, bəs deyir, əgər elə olsaydı, həyat çox yeksənək keçərdi. Həyat, inan ki, deyir, sənin belə yaşamağa həvəsin olmazdı da, yəni İblis deyir. Yəni, bu İblis bir tərəfdən Allahın qüdrətindən, yəni istehsayla yanaşır, bir tərəfdən Allahın qüdrətindən danışır orada insanlara və belə bir absurd suallar verilir. Çünki görürsünüz, konkret cavabı yoxdur. Eldar özü belə fərqli münasibət göstərir, yəni insanların yaradılışı ilə bağlı məsələyə. Sonra şagirdlər qruplarda verilən sualı müzakirəyə qoyurlar, öz cavablarını təqdim edirlər sonra. Sonra bu strategiyanı həyata keçirmək üçün də 10 dəqiqə vaxtları var. Çünki qrup işi formasında aparılır və şagirdlər bunun üzərində düşünməli, müzakirə etməli və ən sonunda cavablarını bildirməlidirlər, müəllimlər. Belə. Başqa nə sualınız var? Müəllimlər, əgər testlərlə bağlı sualınız varsa, indi çatdıra bilmədik dərs əsnasında.